Salamünaleyküm müstəhli. Allah işlərinizi avan eləsin. Bir faydalı video çəkib paylaşmaq istəyirəm. Bilənlər üçün, yox, bilməyənlər üçün. Deməli, faydalı videom ondan ibarətdir ki, hazır Ağdağ suvağının, mən giper işlədirəm, yəni ümumi Ağdağa gedilir də deyilir. Bir kisəyə 5 dənə sarıqum qatıram. Deməli, sarıqum da qatmağımızın səbəbi odur ki, hazır ev yesinin sarıqumu zapazı evdə olduğu üçün mən ondan istifadə edirəm. Elə bil ki, bir otağa getməlidir, misal üçün 30 kisə, mən ora işlətirəm 15 kisə Ağdağın, qalanı ki sarıqum. İşdəki maşallah keyfiyyəti göz qabağında, heç bir problem yoxdur. Yəni buna məsuliyyət də daşıyıram. Dəmir mayaklarımız da ki, divardan qoparılıb çıxarılacaq. Onlar qalan deyil orada. Çünki pas verəndə, pas verməyəni tapa bilmədiyim üçün mecbur oldum pas verilən mayakdan istifadə etdim. İnşallah ki, bu arada da bizdə olacaq bir dənə pilləkən. Allahın izni ilə hələ ora gəlib çıxmamışıq pilləkənə. Yəni inşallah ki, burada qəşəng bir pilləkənimiz olacaq, bizim çıxacaq yuxarı. Allahın izni ikinci mərtəbəmizə. Allah xeyir eləsin eviyyəsi içində. Allah bütün savaşlarını avand eləsin. Bəyənməni də unutmayın.